Mənim bu həyatda tək yeganə halallıq verməyəcəyim insan varsa o insandır və Allaha sidq ürəkdən həvalə etdiyim insan da varsa odur. Və gün gələcək və mən həqiqətən də Allahın o qədər ədalətinə inanıram ki, ya Rəbbim sən hər şeyi görürsən, vacib deyil sənin arxanda kimsə olsun, mənim arxamda sən varsan.